Və sonda Uşaqların Xilası Beynəlxalq Təşkilatı Baksi ilə birgə Azərbaycanın bölgələrində regional layihələr həyata keçirir. Proqram çərçivəsində şimal rayonlarının bir sıra məktəblərində uşaqlar üçün aktyorların təşkil etdiyi tamaşalar nümayiş olunub. 1993-cü ildən Azərbaycanda fəaliyyət göstərən Uşaqların Xilası Beynəlxalq Təşkilatı və ölkənin aparıcı mobil operatorlarından olan Baksel uşaqların həyatına müsbət təsir göstərmək məqsədi ilə Azərbaycanın 20 rayonunda proqram təşkil edib. Layihə tərkibində uşaqlara tolerantlıq, əməkdaşlıq, mərhəmət, sağlam həyat kimi dəyərlər aşılanıb. Layihə təhsil, səhiyyə, qida və humanitar yardım sahələrində fəaliyyət göstərir. Proqramda uşaqlar, valideynlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və müəllimlər iştirak edib. Təşkilat 2005-ci ildən etibarən Azərbaycan Təhsil Nazirliyi ilə birgə tolerantlıq təhsil proqramı həyata keçirir. Şimal regionunda təşkil olunan proqramda uşaqlara tamaşalar təqdim olunub. Layihənin ən əsas uğuru ondan ibarətdir ki, əlbəttə, uşaqlar Azərbaycanda uşaq teatr mədəniyyəti yaratmaqla, inkişaf elətdirməklə paralel olaraq uşaqlarda müsbət davranışları aşılayır. Layihənin baş tutmasında Baksel abunəçiləri də pay sahibi olub. Aprel ayında başlanan kampaniyadan əldə olunan mənfəət müəllim və şagirdlərin müasir metodlu təliminin təşkilinə istifadə edilib. Bakselin dəstəyi ilə keçirilən bu SMS kampaniyası Azərbaycanda ilk və ən müvəffəqiyyətli SMS kampaniyasıdır. Kampaniyanın nəticəsi olaraq Bakselin müştəriləri, yəni Azərbaycan əhalisi 55 min manat töhfə vermişdir ki, bu vəsaitlər uşaqlarda müsbət davranışların, teatr vasitəsilə müsbət davranışların aşılanmasına sərf olunur. Kampaniya çərçivəsində hər zonadan 5 məktəb olmaqla 20 məktəb ziyarət olunub. Bu təhsil ocaqlarında kukla teatrları təşkil edilib. Uşaqların özləri tərəfindən təşkil olunan teatrların hazırlanmasına aktyorlar da kömək edib. Layihənin növbəti mərhələsində seçilən məktəblər Bakıda keçiriləcək Milli Teatr müsabiqəsində çıxış edəcək. Layihənin növbəti məntiqi mərhələsi artıq bu 20 rayonda regional müsabiqələrdən ibarətdir ki, işlədiyimiz məktəblər öz aralarında müsabiqə keçirib, yəni teatral müsabiqələri keçiriləcək, iştirak edəcək. Nəticədə isə 5 qalib məktəb, hər regiondan bir məktəb Bakıda keçiriləcək milli teatral müsabiqədə iştirak edib və qaliblər əlbəttə ki, mükafatlandırılacaq. Quba şəhər 5 saylı, Ağdam şəhər 14 saylı məktəblər təşkil etdikləri səhnəciklərlə xüsusilə seçilib. Layihə 2010-2011 təhsil illərini əhatə edəcək.